Hər vaxtınız xeyir, Yaşa xanım Nəbiyevanın təqdimatında TV1 xəbər izləyirsiniz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Füzuli şəhərinin azad olunmasının 5-ci ildönümü və Füzuli şəhər günü münasibəti ilə paylaşım edib. Paylaşımda zəfər tariximiz 17 oktyabr 2020-ci il Füzuli sözləri yer alıb. Həmin görüntüləri təqdim edirik. Arzu edirəm ki, Füzulidə, doğma vətəndə rahat yaşayasınız. Firavanlıq, rifah içində yaşayasınız. Şadam ki, gənc nəsildə, Füzulilərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir. Çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görmürlər. Onlar bu torpaqları ancaq sizin onlara danışdığınız məqamlardan elə bil ki, ürəklərində saxlamışdır. Və bu xalqımızın böyüklüyünü göstərir. O göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət edib. Müraciətdə bildirib ki, Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilib. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva müqəddəs taxtaca Vatikana rəsmi səfərdədir. TV1 xəbər verir ki, oktyabrın 16-sında səfər çərçivəsində 1-ci vitse-prezident və ailə üzvləri Heydər Əliyev fondunun dəstəyi ilə müqəddəs Kamadilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Pasquale Jacoboni, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti Kardinal Gianfranco Ravasi və Roma şəhərinin 8-ci bələdiyyəsinin prezidenti Amadeo Çakeri 1-ci vitse-prezident Mehriban Əliyevanı qarşıladılar. Pasquale Jacoboni Kamadilla katakombalarının açılışında iştirakına görə 1-ci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə 2 digər mühüm layihənin icra olunduğunu vurğulayan komissiyanın prezidenti Müqəddəs Marcelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb. Heydər Əliyev fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik deyə o əlavə edib. Layihə çərçivəsində müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yadda qalan səfərini xatırladıb. O bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev fonduna dərin təşəkkürünü bildirib. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva müqəddəs taxtaca Vatikana rəsmi səfər çərçivəsində oktyabrın 16-sında Müqəddəs Pavel Bazilikasının baş keşişi Kardinal James Harvey ilə görüşüb. Müqəddəs taxtaca son 14 il ərzində 6-cı dəfə səfər etdiyini xatırladan 1-ci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. 1-ci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb. Heydər Əliyev fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sonra Müqəddəs Pavel, baş keşişi Kardinal James Harvey'ə xatirə hədiyyəsi təqdim olunub. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi Kardinal James Harvey'nin müşayiəti ilə Heydər Əliyev fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. 1-ci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər. Xatırladaq ki, 2024-cü ilin sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxtac tərəfindən qeyd edilən
Yubiley ili çərçivəsində Vatikan şəhər dövlətinin qubernatorluğu ilə Heydər Əliyev fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi qubernatorluğun sabiq prezidenti Kardinal Fernando Vergez Alzaga, Azərbaycan prezidentinin köməkçisi Heydər Əliyev fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Avropanın ən böyük pediatrik Bambino Geso xəstəxanasında olub. Birinci vitse-prezident burada molekulyar genetika və klinik diagnostika laboratoriyaları ilə tanış olub. Bambino Geso pediatrik xəstəxanasının prezidenti Tiziano Onesti birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib. 2006-cı ildə xəstəxana Joint Commission International tərəfindən akademik xəstəxana kimi akreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir. Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxtacın Bambino Geso pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Qeyd edək ki, Müqəddəs Taxtacın informasiya resursları Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Müqəddəs Kamadilya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb. Oktyabrın 7-dən 17-sinə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in insan ölçüsü konfransı keçirilib. Konfransda ATƏT-ə üzv 57 ölkənin nümayəndələri, ATƏT institutlarının və digər icra strukturlarının, həmçinin hökumətlərarası qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Bakı Təşəbbüs qrupunun icraçı direktoru Abbas Abbasov, tədbirin irqçilik, ksenofobiya, ayrı seçkilik, dini dözümsüzlük, insan alveri və fundamental azadlıqlar kimi qlobal problemlərə həsr olunmuş 3 plenar sessiyasında çıxış edib. O çıxışlarında bəzi ölkələrin müstəmləkəçilik və neokolonial siyasətini bu gün də davam etdirdiyini təəssüflə bildirib və bunun acı nəticələrinə dair real faktları iştirakçıların diqqətinə çatdırıb. Bu kontekstdə o, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada salaraq, Konqonu istismar və insan əzabının ən dəhşətli nümunələrindən biri kimi təqdim edib. Abbas Abbasov vurğulayıb ki, Afrikada həyata keçirilmiş insan əleyhinə cinayətlər hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qiymətləndirilməyib. Bu da ciddi ədalətsizlikdir. İtaliyanın Rai 1 telekanalının TG1 televiziya xəbər buraxılışında Azərbaycanla bağlı növbəti reportaj yayımlandı. Kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanyanın müəllifi olduğu reportajda Ermənistan və Azərbaycan arasında 30 illik müharibədən sonra Qarabağda kilometrlərlə dağıdılmış ərazidə yalnız bir neçə divarın salamat qaldığı bildirilir. Vurğulanır ki, 2021-ci ildən etibarən burada aparılan bərpa və yenidən qurma layihələrinə 18 milyard dollar sərmayə qoyulub. Lakin işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi bərpa işlərinə mane olur. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1,5 milyon mina və hərbi sursat bastırılıb. Minalar təkcə fiziki ziyan vurmur, həm də qurbana və onun sosial kontekstinə psixoloji travma verir. Hazırda bölgədə mina təmizləmə fəaliyyətlərində pilotsuz uçuş aparatlarından, həssas itlərdən və sıçovlardan istifadə olunur. Reportajda diqqətə çatdırılır ki, Zəngilan rayonunun Ağalı kəndində tətbiq edilən ağıllı texnologiyalar sayəsində daxili elektrik enerjisi tələbatını ödəmək üçün alternativ enerji mənbələri yaradılıb. EUSA 2025 sərgisi ABŞ ordusunun ən böyük illik tədbirlərindən biridir. Sərgidə hər il olduğu kimi bu ildə hərbi texnologiyalar, müdafiə sənayesi və əlaqədar sahələrdəki yeniliklər nümayiş etdirilir. Bu ilki sərgiyə 92 ölkədən 750-dən çox şirkət qatılıb. EUSA 2025 əvvəlki illərə müqayisədə daha çox süni intellekt və avtonom sistemlərin tətbiqinə diqqət ayırıb və süni intellekt əsaslı qərar qəbul etmə sistemləri və robotların inteqrasiyası sərginin əsas mövzularından biri olub. Sərgidə təqdim olunan silah və maşınların bəziləri müasir ordularda istifadə olunsa da, digər qismi hələlik istifadəyə verilməyib. Sərgi ənənəvi zirehli texnika nümayişindən fərqli olaraq dronlar, pilotsuz və robotlaşdırılmış sistemlər, eləcə də müasir dron əleyhinə texnologiyalar ilə diqqət çəkib. Pilotsuz və yarım avtonom rejimdə işləyən helikopterlər, tanklar və robotik hərbi nəqliyyat vasitələri diqqət mərkəzində olub. Həmçinin artıq müasir döyüş şəraitində istifadə olunan vasitələrin hələlik istifadəyə verilməmiş ən yeni modelləri təqdim edilib.
Bu baxımdan Sikorsky şirkətinə məxsus yeni model Black Hawk helikopterini qeyd etmək olar. O, əvvəlki nəsillərdən fərqli olaraq tamamilə pilotsuz rejimdə işləyə bilir. 2026-cı ildə istifadəyə və ilk uçuşuna hazırlaşır. Bu tipli helikopterlər həm kəşfiyyat, həm yük daşıma, həm də döyüş əməliyyatları üçün nəzərdə tutulub. Sərgidə həm kəşfiyyat, həm hücum, həm də logistik məqsədlər üçün geniş istifadə olunması nəzərdə tutulan yeni və texnologiyalarla təchiz olunmuş və xüsusilə daha ucuz başa gələn dronlar nümayiş olunub. Lakin eyni zamanda tədbirdə dron əleyhinə sistemlər də yer alıb. Bu texnologiyalar müasir döyüş meydanında dron təhlükələrinə qarşı vacib rol oynayır. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü il dönümü münasibəti ilə Vaşinqtonda yerləşən Amerika Universitetlərinin Katzen İncəsənət Mərkəzində kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutub. Tədbir Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalçı Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbir çərçivəsində Azərbaycan Milli Xalçı Muzeyinin kolleksiyasından seçilmiş 10 tarixi və müasir kəlağayı, onların hazırlanmasına istifadə olunan ənənəvi naxışlı çap lövhələri, xam ipək materiallar və saplar sərgilənib. Proqram çərçivəsində kəlağayı sənətinə dair hazırlanmış xüsusi videoçarx nümayiş olunub. Bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib. Səfir həm müstəqilliyin, həm də kəlağayının, həm də malik olduğumuz bütün sərvətlərin bir-birinə bağlı olduğunu vurğulayıb. Paytaxtın Binəqədi rayonu Balaxanı şosesində yol nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Iveco və Saz markalı avtobusların toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib və Iveco markalı avtobusun sürücüsü deformasiyaya uğramış avtobusda sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtobusda sıxılı vəziyyətdə qalan sürücü Vali Süleymanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən tədqiqat aparılır. İsrail Qəzzada özünün nəzarət etdiyi yeri digər bölgədən fərqləndirmək üçün sarı xəttlər çəkib. TV1 xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri İsrail Katz özünün X hesabında məlumat verib. Mənim göstərişimlə İsrail ordusu Qəzza ərazisini 50% nəzarət etdiyi bölgədə sarı xətt çəkməyə başlayıb. Bu təhlükəsizlik və siyasi baxımdan Qəzzanı ayıran xəttdir. Bu xətt Həmas terrorçularına və Qəzza sakinlərinə xəbərdarlıq etmək üçün bir tədbirdir. Kimsə xətti keçməyə çalışsa, atəşlə qarşılaşacaq. İsrailin Müdafiə naziri xəbərdarlıq edib. Rumıniyanın paytaxtı Buxarestdə 8 mərtəbəli yaşayış binasında partlayış baş verib. TV1 Rumıniya mətbuatına istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb. Partlayışın şiddətindən yaxınlıqdakı təhsil mərkəzinin pəncərələri sınıb. Partlayış yaşayış binasının 2 mərtəbəsini tamamilə məhv edib və aşağıdakı mərtəbələrə də ziyan vurub. Ərazidə axtarış və xilas etmə tədbirləri görülüb. Partlayışın səbəbi hələlik məlum deyil. İndoneziyada Levetopi Laki-Laki vulkanının növbəti püskürməsi baş verib və 4000 metr hündürlüyü olan kül sütunu qeydə alınıb. TV1 xəbər verir ki, bu barədə İndoneziyanın Metro TV telekanalı məlumat yayıb. Levetopi Laki-Laki vulkanının müşahidə məntəqəsinin əməkdaşı püskürmənin səhər tezdən baş verdiyini və zirvədən təxminən 4000 metr yüksəklikdə kül sütununun müşahidə edildiyini bildirib. Bunun ardınca hündürlüyü 1500 metrə çatan kül sütunu ilə başqa bir kiçik püskürmə baş verib. Hazırda Levetopi Laki-Laki vulkanı 4-cü səviyyə və ya xəbərdarlıq səviyyəsində qalır. Sakinlərə püskürmə mərkəzindən cənub-qərb, şimal və şimal-şərqdə 6-7 kilometr radiusda fəaliyyətlərindən çəkinmələri tövsiyə olunur. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocağı hesab edilən Siyasi Elmlər Universitetinin tələbələri ilə görüşüb. Görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasət prioritetləri, milli multivektorlu xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar haqqında danışıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin müsbət nəticələrindən Azərbaycanın beynəlxalq müstəvidə rolundan qonşu ölkələr prioritet olmaqla dünya ölkələri ilə ikitərəfli münasibətlərindən danışıb. Səfir Universitetin tələbələrini ölkəmizin beynəlxalq təşkilatlarda fəal iştirakı, eləcə də Avropa İttifaqı, NATO ilə tərəfdaşlıq əlaqələri, qoşulmama hərəkatına sədrliyi, Azərbaycanın Türkpad rolu və hal-hazırda bu təşkilata sədrliyi, ev sahibliyi etdiyi yüksək səviyyəli beynəlxalq tədbirlər, ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində gördüyü tədbirlər, COP29-un uğuru barədə məlumatlandırıb. Siyasi Elmlər Universitetinin tələbələri Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyünə, bir çox beynəlxalq təşkilatlara sədrliyinə zirvə görüşlərini ev sahibliyi etməsinə dair ətraflı məlumat alıblar. Sonda tələbələrin sualları cavablandırılıb. Perunun paytaxtı Limanda turistlərin ən çox ziyarət etdiyi Kennedy parkında Azərbaycanı Kəşf et adlı fotosərginin açılışı keçirilib. Tədbirdə Miraflores rayonunun bələdiyyə başçısı Carlos Canales Anchorena, Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü konqresmen Corel Kira Alcaraz Aguero, diplomatik korpusun nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Açılış mərasimində çıxış edən Miraflores rayonunun bələdiyyə başçısı sərginin əhəmiyyətindən danışaraq, bu təşəbbüsün Peru və Azərbaycan arasında mədəni dialoqun güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Tədbir yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla qarşılanıb. Fotosərgi oktyabr ayının 31-nədək davam edəcək. Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib. Açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər. Asko Arenada təşkil olunan maç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu turnirin Azərbaycana keçirilməsi, ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərər çəkənlərin beynəlxalq idman platformalarına bir araya gəlməsi baxımından əhəmiyyətlidir. İndi isə hava durumu ilə tanış olaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-sindən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq külək əsəcək, havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sizə Cəlilabad şəhərində yeni inşa olunan mega layihəmizi təqdim edirik. Kompleks Zərifə Əliyeva küçəsində böyük ərazidə salınır. Parkinqlə təmin olunmuş binalar 8-9 mərtəbəlidir. Ərazidə bütün infrastruktur nəzərə alınıb. Təklif olunan mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Geniş həyət və müasir mühafizə sistemi ixtiyarınızda olacaq. Yaxınlıqda məktəb, market və dayanacaq var. 36 aylıq faizsiz daxili kredit mövcuddur. Telefon 051 555 50 25. Cəlilabad evləri, xəyallarınızı inşa edirik.